Salam dəyərli müəllimlər. Bu gün biz sizlə bir daha müəllimlərin gözünə yayındığı, çətinlik çəkdiyi bir mövzudan danışacağıq. Əksər müəllimlərin testdə, MIQ imtahanında yəni çalışdığı bir mövzudan danışacağıq. Bu mövzu perspektivdir. Gəlin baxaq görək ilk öncə perspektiv nədir? Biz perspektivi niyə öyrənirik? Perspektiv kitabda yazıldığı qaydada deyim ki, eyni ölçülü obyektlərin müşahidəçi gözündən uzaqlaşdıqca sanki kiçilik bu perspektivin əsas qanunudur. Gəlin baxaq yaxşı, perspektiv özü nə deməkdir? Bizim bildiyimiz, əksər müəllimlərin bildiyi perspektiv deyirik ki, yalnız uzaqdakı əşyaların kiçilməsi deməkdir. Yəni bu düzgün bir şey deyil. Perspektiv müstəvi üzərində məkan və dərinlik hissi yaratmaq üsuludur. Məkan və dərinlik hissi yaratmaq hissidir. Gəlin baxaq yaxşı. Bəs uzaqdakı dağlar həqiqətənmi kiçilir? Xeyr, bu belə deyil. Baxın burada da kiçilirmi? Dağların ölçüsü dəyişmir. Sadəcə müşahidəçidən uzaq olduqları üçün daha kiçik görünürlər bunlar. Yaxşı, uzaqdakı ağacların rəngi dəyişir. Baxın, hava perspektivi adlandığı üçün biz bilirik ki, perspektivin iki növü var. Burada da hava perspektivi də bunlardan biridir. Uzaqdakı solğun olduğunu biz görürük. Bu həqiqətənmi rəng dəyişimi yaşayıb? Xeyr, bu belə deyil. Uzaqdakı obyektlərin rəngi daha açıq, solğun və mavi boz çalarlarda görünür. Buna hava perspektivi deyilir. Uzaqlaşdıqca dəyişdiyi üçün biz bunu belə görürük. Belə müşahidə edirik. Yaxşı, perspektiv yalnız rəssamlıqda istifadə olunur. Bu da çox absurd bir şeydir. Xeyr, perspektiv memarlıqda, interyer dizaynda, fotoqrafiyada, qrafik dizaynda, hətta kinoda da istifadə olunur. Yaxşı, perspektiv yalnız ölçü dəyişir. Əslində dəyişənlər var, amma ölçü ilə yanaşı rəng, aydınlıq, kontrast, detalların görünməsinə bir qədər dəyişilə bilər. Yəni müşahidə oluna bilər. İndi gəlin üfüq xəttinə də baxaq biz. Üfüq xətti nədir? Üfüq xətti müşahidəçinin göz səviyyəsi deməkdir. Üfüq xətti müşahidəçinin göz səviyyəsidir. O göy ilə yerin sərhəddə olmaq məcburiyyətində deyil. Yəni bizə elə gəlir ki, göy ilə yerin sərhəddindədir. Üfüq xətti daim müşahidəçinin göz səviyyəsində yerləşir. Yəni tək üfüq xətti göyün başlandığı yer sayılmır. Ən düzgün, düz variant üfüq xətti müşahidəçinin göz səviyyəsindədir. Bəs yaxşı qovuşma nöqtəsi. Gəlin indi qovuşma nöqtəsinə baxaq. Qovuşma nöqtəsi həmişə üfüq xəttinin ortasında olur. Xeyr, bu da yanlış bir fikirdir. Qovuşma nöqtəsi üfüq xəttinin istənilən yerində yerləşə bilər. O ortada olmaq məcburiyyətində deyil, yəni gəlib ortada birləşmə məcburiyyətində deyil. Qovuşma nöqtəsi həmişə üfüq xəttinin üzərində olur. Bu da yanlış bir mizahdır. Biz bu dərsdən də əsasında bilirik ki, qovuşma nöqtəsi üfüq xətti üzərində də, ondan yuxarıda da, ondan aşağıda da ola bilər. Yaxşı, bəs insan ayağa qalxanda üfüq xətti dəyişirmi? Müşahidəçi hündür yerə qalxanda üfüq xətti yuxarı qalxır, aşağı enəndə də gəlin bunu biz bir daha şəkildə dəqiqliklə baxağın. Baxın burada da onun sübutu. Müşahidəçi hündür yerə çıxanda üfüq xətti yuxarı qalxır. Bir dəqiqə. Baxın, bu yuxarı qalxır. Müşahidəçi aşağı endikdə isə bu aşağı düşür. Paralel xəttlər həqiqətən birləşir. Paralel xəttlər əslində birləşmir. Onlar yalnız perspektiv təsirinə görə birləşmiş kimi görünür. Yəni bunlar müəllimlərin çalışdığı nüanslardan biridir. Üfüq xətti həmişə rəsmin ortasından keçir. Bu fikirlər yanlış bir düşüncələrdir. Bunları yadınızda saxlamağı sizə tövsiyə eləyirəm. Gəlin bir daha da baxaq perspektiv haqqında. Məkanın yerləşən obyektin naturada gördüyümüz kimi kağız vərəq üzərində düzgün təsvir etməsi haqqında danışılır. Yəni perspektiv yalnız xəttlərin bir nöqtədə birləşməsidir. Fikri yanlış bir fikirdir. Perspektiv yalnız xətti perspektivdən ibarət deyil. Buraya hava perspektivi də daxildir. Yəni perspektivin iki növü var ki, xətti perspektivin hava perspektivi, o da onların növlərindən biridir. Yaxın və uzaq obyektlərin rəngi eyni görünür. Bu da yanlış bir şeydir. Görünə bilməz. Yaxın obyektlər daha parlaq görsənir. Baxın bu daha parlaq görsənir. Uzaq obyektlər isə daha mavi, açıq maviyə çalan görünümdə görsənir. Rəngin dəyişməsi bir də bu müəllimlərin çoxunun çalışdığı bir mövzudur ki, rəng dəyişimi rəssamın özünün fantaziyasıdırmı? Xeyr, əlbəttə ki, bu təbiətdə müşahidə olunan hadisədir və hava perspektivi ilə izah olunur.
Bunlara mütləq biz diqqət eləməliyik. Bildiyimiz kimi də perspektivində 2 növü var. Bir daha təkrar edirəm, xətti perspektivi ilə hava perspektividir. Hava perspektivində yalnız rəngin dəyişməsidir. Xeyr, elə bir şey deyil. Hava perspektivində obyekt kiçik görünür. Yəni bunlar testdə düşə biləcək nüanslardır. Rənglər solğunlaşır, konturlar bulanıqlaşır, detallar azalır. Hava perspektivində təkcə rəngin dəyişməsi deyil, obyektlər kiçik görünür, rənglər solğunlaşır, konturlar bulanıqlaşır və detallar azalır. Bu 4 xüsusiyyətlərlə birlikdə demək olar ki, hava perspektivinə aiddir. Bəs yaxşı, xətti perspektiv rənglə bağlıdır? Xeyr, xətti perspektiv obyektin forma və ölçülərinin məsafəyə görə dəyişməsidir. Yəni həmin formada, məsəl üçün biri yaxında, biri uzaqda, bu xətti perspektivi, məsəl üçün burada nümunə çəkdim, əslində burada aid yoxdur. Bu iki dağın arasındakı məsafəyə görə dedim bunu. Sonra qovuşma nöqtəsində həqiqətən mövcuddurmu? Qovuşma nöqtəsi paralel xəttlərin birləşməsi kimi göründüyü kimi xəyal nöqtəsidir. Xeyr, qovuşma nöqtəsi mövcud deyil. Biz onu özümüzün gözümüzə görə müşahidə eləyirik. Üfüq xətti ilə göy ilə yerin sərhəddidir. Xeyr, bu da düzgün fikir deyil. Üfüq xətti müşahidəçinin göz səviyyəsinə göstərən xəyali xəttdir. Yəni bunları yadınızda saxlayın. Yaxın və uzaq obyektlər eyni aydınlıqda görünür. Xeyr, yaxın və uzaqdakı obyektlər heç vaxt eyni aydınlıqda görsənə bilməz. Burada yaxın obyektlər daha aydın, parlaq, detallıdır. Uzaq obyektlər isə solğun, bulanıq, az detallı görünür. Perspektiv yalnız rəssamlıq üçündür. Xeyr, bu da bayaqlar buna aydınlıq gətirdim mən sizə. Bu qədər dərsimiz. İnşallah ki, ümidvaram ki, sizə yararlı olmuşdur. Perspektivdə artıq səhv etməzsiniz. Gələn görüşlərimizə qədər.